Çox vaxt ağlımızda düşüncələr qarışıq olur. Kimsə ilə söhbət edərkən fikrimiz dağılır, fikrimiz başqa yerə gedir və ya başqa şeylər düşünürük. Bu tək insanlarla söhbət edəndə, imtahan vaxtı, hazırlıqlarda, məşğələlərdə, müzahirələrdə falan bu bizim başımıza çox gəlir. Və buna biz diqqət dağınıqlığı dedik və bu diqqət dağınıqlığını aradan qaldırmaq üçün nə etməliyik? Bunun üçün üsullardan biri olan meditasiya haqqında danışacağam. Açıqcası meditasiyanın təsirlərinin bu qədər olacağını bilmirdim. 30 gün boyunca meditasiya eləməyi yoxladım. İndi isə təcrübələrimi sizinlə paylaşacağam. Mən Mehrac, kanalıma xoş gəldiniz. Əvvəla meditasiyanın nə olduğu haqqında sizə söhbət açmaq istəyirəm. Meditasiya zamanı heç bir şey düşünməməyə çalışırıq. Gözlərimizi qapatırıq. Sadəcə kənardan özümüzə baxırmış kimi və ya nəfəs alıb nəfəs verməyimizə odaqlanırıq. Yəni sadəcə fokusumuz nəfəs alıb nəfəs vermək olur. Nə bir səs, nə bir musiqi, nə bir şəkil, nə bir video, nə bir oyun, ay sabah nə olacaq, ay hazırlıq olacaq, ay məktəb olacaq, ay filan şey olacaq, heç birini düşünmürük. Sadəcə özümüzə və ana fokuslanırıq. Bu sayədə və bu metodlarla meditasiya etmək mümkündür. Meditasiya necə etmək olar? Meditasiyanı etmək üçün əvvəla sakit bir ortam lazımdır. Meditasiya edərkən yenə də təkrar edəcəm, heç bir şey düşünməməyə çalışsan və ya tək bir şey düşünə bilərsən. Məsələn, bir qələm, bir alma və ya yenə də dediyim kimi sadəcə nəfəs verib nəfəs almağına fokuslana bilərsən. Meditasiya edən zamanda bunlara diqqət yetirməlisən. Bəs meditasiya harada olunmalıdır? Meditasiya etmək üçün tamamilə sakit bir ortam olmalıdır. Meditasiya edən zaman yanında səni xəbərdar edici telefon və s. olmamalıdır. Varsa telefonda timer falan qoya bilərsən. Fikrimi dağındıracaq heç bir şey olmamalıdır. Boş, sadəcə özünlə təkbətək qalmalısan. Meditasiya müddəti haqqında isə ilk başlarda 1-2 dəqiqə ilə başlayıb, daha sonra 5-10 dəqiqələrə çıxarda bilərsən. İlk dəfədən çətindir deyə buraxmağını istəmirəm, çünki mən də ilk dəfə eləyəndə hətta bir həftə boyunca heç alındırmağa çalışmadım. İndinin özündə belə bəzən yəni 15-20 saniyədən bir qırılmalar olur. Amma yenə də yavaş-yavaş təsirini görəcəksən ki, get-gedə beynini idarə edə bilirsən. Yəni anda qalmağı bacara bilirsən. Meditasiyada buna sənə kömək edən bir vasitə olacaqdır. Bəli, sadəcə ilk həftədən meditasiyanın nəticələrini görmək mümkündür. Meditasiyanı istənilən yerdə, istənilən məkanda edə bilərsən. Sadəcə səssiz bir yer olmalıdır. Məsələn, hazırlığa hər kəsdən öncə gedib otaqda müəllimi gözlərkən meditasiya edə bilərsən və ya metroda heç kəs yoxkən qulağına white voice, brown voice falan qulaq asa meditasiya edə bilərsən. Və ya nə bilim, yağışlı havada meditasiya edə bilərsən, istənilən yerdə meditasiya edə bilərsən. Meditasiya edəndən sonra görəcəksən ki, səndəki diqqət problemləri, sözlərdə baş verən çaşqınlıqlar aradan qalxacaqdır. Hətta özünü gümrah, rahat və normalda yuxulu birisisənsə, özünü daha gümrah hiss edə biləcəksən. Meditasiya da sənə buna görə kömək edir. Gəldik, mən meditasiya etmişdim. 30 gün boyunca oldu, bəlkə 30 gündə biraz keçib. Nələr qazandığımı deyim. Sadəcə gedən gündə 2-3 dəqiqə vaxtım oldu. O da toplasan heç ayda 1 saat eləmir. Meditasiya edərkən nələr qazandım? Əvvəla diqqətimin biraz daha toplandığını hiss etdim. Məsələn, məşğələdə əvvəl müəllimə qulaq asarkən diqqətim çox tez-tez dağılırdı. Ancaq fikir verdim ki, yəni biraz da olsa diqqətimi toparlaya bilmişəm. Başqa hiss etdiyim, məsələn, insanlarla söhbət edərkən və ya video çəkərkən çox az çaşıram. Özünüz də görürsünüz ki, videolarda çox az kəsmələr olur. Üçüncüsü isə, yəni necə deyim, ünsiyyətlə bağlı problemlərim aradan qalxdı. İnsanlarla məsələn artıq daha rahat söhbət edə bilirəm. Arada sırada çaşmaq o insanlıq aldı, amma fikrimi toparlaya bilirəm və ya qarşımdakı sıxıcı və ya maraqlı bir şey danışsın, fərq eləməz. Fikrimi ona fokuslaya bilirəm və ya etdiyim işi artıq daha əlverişli, daha münasib bir şəkildə görə bilirəm. Diqqətim yayınmır, tamamilə ora fokuslanmağı bacara bilirəm. Əminəm, elə bir ay demirəm, bir həftədə sən də özündə bu nəticələri görəcəksən. Belə meditasiya haqqında qısa bir video çəkməyə qərara almışdım. Meditasiyanı əslində mən kəşf edəli elə keçən ilin bu vaxtları olardı. Sadəcə o qədər də əhəmiyyətli bir şey olmadığını zənn edirdim, amma halbuki yanılmışam. Hər bir insan məncə zamanla diqqəti dağılırsa, meditasiya edərək bunu aradan qaldıra bilər.
Yenə də dediyim kimi, bu hər insanın öz şəxsi düşüncəsidir. Bəli, videomuz bura qədər idi. Bu gün meditasiyanın nə olduğu, meditasiya necə və harada edilməlidir, o haqda danışdıq, müzakirələr etdik, suallarımızı cavablandırdıq. Əminəm hər biriniz üçün faydalı bir video oldu. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun, salamat qalın.